məsələdə mən görürəm ki, disk verib mənə. Diskdə biz demişdik ki, 4 kəmiyyət sabitdir. Omega, period, tezlik və dövrlərin sayı. Birinci sualda mənə deyir, omegalar necə dəyişər? Ağzımızda deyirik də sabitdirlər. Onun üçün burada omegaları sabit götürürük. Bərabər olur. Bəli, ikincidə period soruşur, periodlar sabitdir. Üçüncüdə period soruşur, sabitdir. Yəni bunlarda heç bir dəyişiklik yoxdur. Gəlin baxaq dördüncüdə təcil soruşur. Bu 4 dənənin içində təcil yoxdur. Deməli burada təcilləri mən gedib sabit götürə bilmərəm. Bəs niyə edəcəm? Nəzərdən keçirək. Yenə deyirəm, burada mən disk görən kimi o saat deyirəm ki, omega sabitdir. Omega bərabər konstant. Məndən təcilləri soruşur və məsələdən radiusları görən uşaqlar. Baxın, bu birincinin radiusudur, bu ikincinin radiusudur, bu da üçüncünün radiusudur. Düzdür? Gəlin birincinin radiusunu qırmızı ilə seçin, fərqlənsin. Və salam. İndi mən burada deyirəm ki, deməli, bu mənim soruşulanımdır. Uşaqlar, təcili soruşur da, düzdürmü? Bu mənim soruşulanımdır. Omeganın da sabit olduğunu bilirəm. Gəl baxaq və radiuslar da verilib, düzdür? Hər birinin radiusunu görürəm də uşaqlar. Yəni, burada sənə maksimum radius verilə bilər də, başqa nə verilə bilər? Aha, indi düsturumuzu yazsaq, A bərabərdir omega kvadratı R. Omega sabitdir, qoydum qırağa. Mən görürəm ki, təcillə radius düz asılıdır. İndi uşaqlar, fikir verirsə, burada 2 ilə 3-ün radiusu eynidir. Onda yazıram R2 bərabərdir R3-ə. Onlar da böyükdür uşaqlar R1-də, düzdür? Onda təcildə nə edəcəm? Bəli, eynisini quracam. A1 kiçikdir, A2 bərabərdir A3-ə. Yəni, Y variantı olur burada cavabımız. Yəni, burada çətin bir şey yoxdur, düzdürmü? Radiusu necədirsə, təcildə elə qurdum. Birdən tərs asılı olsaydı, tərs qurardım, amma düz asılıdırlar deyə düz qurdum. Qaranlıq isə varsa soruşun. 6-cı məsələdə də uşaqlar yenə bizə deyir ki, disk. Disk sözünü eşidən kimi omega bərabər konstanı yapışdırıram bura və mənə deyir ki, OA bölək OB 2-dir. Deməli, OA uşaqlar buradan bura məsafədir. OB də buradan bura məsafədir. Bunları böləndə 2 edirsə, yəni O'dan B-yə məsafəm əgər R-dirsə, O'dan A-ya məsafəm deməli 2 R-dir da. Rahatsız bu fikirlə. Çünki burada deməli R, B, yəni B-nin radiusu nə qədər olmuş olur uşaqlar? B nöqtəsindən mərkəzə qədər məsafə, yəni R. Bəs onda RA nə qədər olmuş olur? 2 R. Ay müəllim, hardan bildim? Çünki böləndə 2 verib da mənə. 2 R-də R-ə böləndə 2 eləyir. Və salam, deyir, sürətləri müqayisə elə. Deməli, VA bölək VB-ni soruşur məndən. İndi yenə həmən məntiq. Düsturumuz necədir? Düsturumuz, deməli, V bərabərdir, omega R-dir. Və salam, burada omega sabitdir. Omega qoydum qırağa. Mən görürəm ki, sürətlə radius arasında düz asılı quracam. Qor geçsin də, onda VA bölək VB bərabərdir RA bölək RB-yə. O da burada bizə nə verir uşaqlar? 2 verir. Bəli, 2R bölək R olur da. 2R bölək R, o da mənə ISO 2-ni verir. Yəni, A-nı B-yə böləndə 2 veribsə, məsafə cəhətdən. A-nın sürətini B-nin sürətinə böləndə də 2 verəcək. Çünki burada mən düsturdan gördüm ki, radiusla sürət, yəni o məsafə ilə sürət düz asılıdır. Ona görə elə onun da cavabı 2 olacaq. Baxın, təcilləri soruşur. Yenə A bərabərdir omega kvadratı R düsturuna görə mən omega sabit götürəndə yenə görürəm ki, təcillə radius düz asılıdır. Yəni, A-nın radiusun B-nin radiusuna böləndə 2 veribsə, A-nın təcilin də B-nin təcilinə böləndə 2 verəcək. Çünki niyə? Çünki düz asılıdırlar. Bura qədər gəlirsən, 8-də çaşmayın. 8-də səndən nələr soruşur? Period soruşur. Period o 4 dənədən biridir. Omega, period, tezlik, dövr sayı. Bunun içində period var. Onda deməli, burada periodlar bərabərdir. Nisbəti də 1-dir. Yəni, heç nə hesablamırsan, nə bir şey eləmirsən. Həmçinin 9-da da tezlik soruşur. 1-dir, nə hesablamırsan, nə bir şey bilirsən ki, konstantdır. Burada mənə deyir ki, uşaqlar, A nöqtəsinin tezliyi 4 saniyədir. Yazıram NA. Yəni, A nöqtəsinin tezliyi bərabərdir 4 saniyə üstü mənfi 1. Deyir ki, B nöqtəsinin tezliyini tap. NB bərabərdir sual işarəsi. RA-nın da məsafəsini uşaqlar gördüyümüz kimi R verib. Düzdürmü? Hamımız görürük. RB-nin də məsafəsini 2 R verib. Məsafə ilə tezlik arasında necə bir asılıq olduğunu bilsəm, qəşəngcə qoyub yerinə hesaplayaram da. Mən də ki, buradan qarşılı ötürməni görən kimi o saat buraya yazıb yapışdırıram ki, V bərabərdir konstant. Və salam. İndi düsturumuz necə olacaq? V bərabərdir. Bəli, 2 pi rn. ISO. Burada V onsa sabitdir. V-ni qoydum qırağa. Yəni, V ilə bizim R-lərin tərs asılıdır. Və salam, ISO. Deməli, bunlar arasında tərs asılı quracam da. A-nın tezliyi bölək B-nin tezliyi bərabərdir. B-nin radiusu
Düzdürmü? Yəni tərs quranda bölək A-nın radiusu. İndi A-nın tezliyi olsa mənə 4 verib, B-nin tezliyini bilmirəm. Elə onu soruşur. Bərabərdir. B-nin radiusunu görürəm ki, uşaqlar buradan 2R-dir. A-nın da radiusunu görürəm ki, buradan R-dir. Və sistem 2R-lə də R-lər qəşəcək ixtisar gedir. Burada 2 qalır. Onda NB bərabərdir. Ay, sağ ol, afərin. 4/2. O da bizə verəcək 2 saniyə üstü -1. Düzdür? Yəni burada düz asılılıq yox. Tərs olduğuna görə tezliyi böyük olanın radiusu kiçik olur. Əgər radiusu artırdımsa, avtomatik tezliyi azalmalıdır. Niyə? Çünki tərs asılıdırlar. Niyə tərs oldular? Düsturumdan bilirəm. Yəni yoxsa özümdən bilə bilməzdim ki, bunlar necə asılıdırlar. 12-də uşaqlar diskdir. Diskdə biz demişdik omeqadır. Deyir tezliklər necə, təcil necə dəyişir? Birinci təcili soruşur. Biz demişdik ki, təcil omega kvadrat r-dir. Mən buradan görürəm ki, təcillə radius düz asılıdır. B-nin radiusu belə olacaq. A-nın da çevrəsi belə olacaq. Mən görürəm ki, A daha mərkəzdən uzaqda olduğuna görə fikir verirsiniz. Onun radiusu daha böyük olacaq da, düzdür? Mərkəzimiz O nöqtəsidir. Yaxşı çəkmədim. Onda deməli burada A-nın radiusu çoxdur deyə A-nın təcili çox olmalıdır. Deməli 1 düzdür. Tezliklər disk olduğuna görə bərabər olacaq. 2 də düzdür. Sürətlər bərabər ola bilməz uşaqlar. Çünki burada tezlik, period, bucaq sürəti və dövr sayı bərabərdir. Axı orada sürət deməmişik biz. Ona görə də burada 1 ilə 2-dir doğru. Uşaqlar, görürsünüz ki, burada aləmi qatıblar bir-birinə. Həm diskdən söhbət gedir, həm qayışdan. Ona görə də siz bunlara ayrı-ayrı baxacaqsınız. Gəlin bir dənə mən də ayrı-ayrı baxım, bir dənə fikir verək. Uşaqlar, birinci çevrəni görürsünüz, bir ilə də işarələyiblər. İkinci çevrəmiz, fikir verirsinizsə, disk əmələ gətiriblər. 1 ilə 2 diskdir. Ona görə 1 və 2-yə baxıram. 1 və 2. 1 və 2 uşaqlar disk olduğuna görə mən burada diskin qaydalarını götürəcəm. Yəni deyəcəm ki, omega dövrlərin sayı, tezlik və period sabitdir. Düzdür? Bu 4 dənəsi sabitdir. İndi mənə də burada deyir ki, dövrlərin sayını müqayisə elə. Mən də demişəm axı dövr sabitdir. Onda deməli birincinin dövrlərinin sayı ikincinin dövrlərinin sayına bərabər olacaq. Bu belə. Ay müəllim, bura kimi gəldi. Bəs bu 3-ü necə qatacam bunların gözünə? 3-ü necə qatacaqsınız uşaqlar? 3-dən danışanda day 1-ə baxmırsan. 3 ilə 1-in yaxından uzaqdan heç bir qohumluqları yoxdur. 3 tamam başqadır, 1 tamam başqa. Amma 3 nə? Baxın, bir dənə 3-ə bax. 3 çevrəsi ilə 2 çevrəsi neyinib? Qayışla bir-birinə bağlanıb. Düzdür? Baxın, 2-yə baxın. 2 elə bir ki, bunların ortağıdır da. Həm 1 ilə əlaqəsi var, həm 3 ilə. 2 ilə 3 qayışla bağlanıb. Ona görə də 2 və 3 üçün qayışlar bağlanmanın qaydasını götürəcəksiniz. Qayışlı olacaq da artıq bu. Burada da mən bilirəm ki, V-ləri sabitdir bunların. V bərabər konstant yazıram. Yəni, burada sən deyə bilmərsən ki, müəllimə, bunların 2 ilə 3-ün dövr sayı bərabərdir. Yox, axı bunların burada V-ləri sabitdir təkcə. Aha, onda deməli mən nə yazıram? Düsturumuzu V ilə yazacağam. Deməli, yazıram V bərabərdir 2 pi r n. İndi bura dövr sayını gətirmək üçün uşaqlar tezliyi açacağam da. Onda o da bərabərdir 2 pi r. Tezliyin yerinə nə yazacağam? Dövrlərin sayı bölək zaman. Axı demişik tezliyin düsturu n bölü t-dir da. Onda yazıram 2 pi r bölə vuraq n. Vuraq n bölək t. Vəssalam. Bu düsturumuz. İndi düsturdan mən nə görürəm uşaqlar? Düsturdan mən görürəm ki, radiusla dövr sayı tərs asılıdır uşaqlar. Fikir verirsinizmi? Vurulan kəmiyyətlərdə. Onda mən baxıram ki, ikincinin radiusu görün nə qədərdir? Gəlin ikincinin radiusuna baxaq. İkincinin radiusu bu qədərdir. 3-ün radiusu bu qədərdir. Mən görürəm ki, bunlardan hansının radiusu daha belə deyək də kiçikdir? 3-ün radiusu kiçiksə, deməli 3-ün dövrünün sayı böyük olacaq. Yəni, R3 kiçikdir, R2 olduğuna görə N3 böyükdür, N2 olacaq. Düzdür? Yəni, tərs asılıq qurduğumda radiusu böyük olanın dövr sayı kiçik olacaq, radiusu kiçik olanın dövr sayı böyük olacaq. Vəssalam. İndi mən burada nə görmüş olar? N3 N2-dən böyükdür. Onu da gətir, bu ikisini birləşdir də. Baxın, burada aldığın ifadə ilə bu aldığın ifadə birləşdir. N3 N2-dən böyüksə, N1-dən də böyük olacaq da. Onsuz da N2 ilə N1 bir-birinə bərabərdir. Onda ümumi aldığım cavab olur ki, N3 böyükdür N2-dən. N2 də öz növbəsində uşaqlar N1-ə bərabər idi. Bərabərdir N1-ə. Vəssalam. Cavabımız olur bu şəkildə B variantı. Əgər qaranlıq şey qalsa soruş. Yenə deyirəm ki, 15-də yenə deyirəm ayrı-ayrı baxacağam. Deməli 1-ə baxıram.
və 2-yə baxıram. Deyirəm ki, öz-özümə bunlar diskdirlər. Diskdirsə qəşəng 1 və 2 mənim üçün diskdir. Diskdə də bu 4 kəmiyyət sabitdir. Omeqadır, perioddur, tezlikdir, dövr sayıdır. Elə mən də görürəm ki, burada məndən period soruşur. Vəssalam da, onda deməli 1 ilə 2-nin periodlarını bərabər götürəcəm. Çünki diskdirlər. Burada başqa mənə heç nə verməyib. ISO. İndi gedirəm, 1-i unuduram, 2 ilə 3-ə baxıram. Görürəm ki, 2 ilə 3 qayışdı. Yəni, burada artıq mənim 1 ilə işim qutardı. 1-i neynirəm ki, day? Heç 1-i fikrində sil. 2 ilə 3 görürəm ki, qayışdı və salam. Onlarda qayışlı ötürmə kimi baxacam. Deməli, 2 və 3-ə qayış deyirəm və bilirəm ki, qayışlı ötürmədə sadəcə xətti sürət V sabitdir. bərabərdir. Bəli, burada artıq period sabit deyil. Onda düsturumu yazıram. V bərabərdir 2 pi r bölək t. V sabitdir, 2 pi sabitdir. Görürəm ki, radiusla period düz asılıdır. Yəni, 2 ilə 3-ün radiusları arasında əlaqəyə görə periodu tapacam. Mən görürəm ki, 2-nin radiusu 2-dir. Baxın, mötərizdə verib. 3-ün radiusu isə r-dir. Onda burada belə çıxır ki, uşaqlar, deməli, burada 3-ün periodu daha az olacaq. Düzdür? Çünki düz asılıdır periodla radius. Onda t əgər burada deyir ki, bir nöqtəsinin döyülmə periodu t-dir. Bir çevrəsi var deyil T burada. bölü 2 olur. ISO 1 t-dirsə, 2 də onsuz da t-dir. Çünki 1 ilə 2-ci bərabərdir axı. 1-in periodunu t veribsə, elə 2-nin də periodu t-dir. Bu heç. Amma 3-ün radiusu onlardan 2 dəfə az olduğuna görə period da 2 dəfə az olacaq. Lap istəsək belə yaza bilərik. T2 bölək t3 bərabərdir r2 bölək r3. Vəssalam. T2-ni t verib, T2-ni t verməmişdi. 1-i t verdi deyə sən bildin ki, 2 də t-dir. Çünki 1 ilə 2 diskdir. Onlarınki yerində olsa. T bölək T3 bərabərdir. Deməli, 2R bölək R. Vəssalam. Buradan da biz T3-ü T bölü 2 alırıq. Yəni, belə yazılı qaydada da öyrənə bilərsiniz. Amma şifahi şəkildə mən olsa deyə bilərəm ki, müəllimə, 3-ün radiusu 2 dəfə azdır deyə period da 2 dəfə az olacaq da. Çünki düsturumdan gördüm ki, düz asılıdırlar. Vəssalam. 16-da uşaqlar yenə də eyni məntiq. Əvvəlcə mən nə edəcəm? Əvvəlcə 1-dən 2-yə baxıram. Deməli, bu mənim birinci çevrəm, bu mənim ikinci çevrəm. Mən burada görürəm ki, 1 və 2 nədirlər? 1 və 2 diskdir. Diskdirsə, burada 4 kəmiyyət sabitdir və fikir verirsinizsə, məndən soruşulan bu 4 dənənin içində yoxdur. Onda mən yazıram, sürət bərabərdir. Omega r-ə. Omega sabitdir. Omega qoydum qırağa. Görürəm ki, sürətlə radius düz asılıdır. Yəni, burada mən görürəm ki, 2-nin radiusu 1-dən çoxdursa, onda deməli, elə 2-nin sürəti də 1-dən çox olacaq. V2 böyükdür V1. Bura kimi nəsə qaranlıq bir şey varsa soruşun. Amma bununla da işim bitmir. İndi də gedirəm 2 ilə 3-ə baxmağa. 2 və 3 nədirlər uşaqlar? 2 və 3 qayışlı ötürmədir. Düzdür? Elə qayışlı ötürmədə də V sabitdir də. Onda belə çıxır ki, V2 ilə V3 bərabərdirlər. Düzdür? Heç nə hesablamıram, nə bir şey eləmirəm. Sabitli məndən də sabiti soruşur da. Onda bunlar bərabərdir. Və sonra bu 2 dənə birləşdir də. Bu 3 dənə birləşdirirsən ki, V2 V3-ə bərabərdir. Onlar da V1-dən böyükdülər. Çünki 2 1-dən böyükdürsə, elə 2 də 3-ə bərabərdir də onsuz da. Onları birləşdirib yazırsınız. Qaranlıq bir şey qalsa soruşun. Olur cavab B variantı. 17-də əslə maraqlıdır. Sürüşməsiz deyilən disk var. Disk sözünü gördüm burada. O saat yenə yazıram. Omega bərabərdir konstant. Deyir ki, o yerə nəzərən mərkəzinin yerə nəzərən sürəti V-yə bərabərdir. Baxın, bu O nöqtəsinin uşaqlar deyir ki, baxın, O nöqtəsinin deyir, yerə nəzərən sürəti V-dir. Yəni, onda gəlin verilən kimi yazaq. O nöqtəsinin yerə nəzərən sürəti V-dirsə, yazıram VO bərabərdir V-yə. Amma mən burada başqa bir dənə də şey görürəm. O nöqtəsinin yerdən məsafəsini də görürəm. Çevrənin radiusudur. O da özümdən yazıram. O nöqtəsinin yerdən məsafəsi çevrənin radiusudur. İndi mənə deyir ki, A və B nöqtələrinin yeri nəzərən sürətini tap. Əvvəlcə B nöqtəsinə baxıram. B nöqtəsi ən yuxarıdadır. Onun yerdən sürətini bilmirəm. Deyir o tap da elə. Amma məsafəsini ki görürəm. 2 r-dir da. Çevrənin diametridir. Məsafəsi onda 2 r-dir. Yazıram 2 r. Gəlin buradan B nöqtəsinin sürətini tapaq. V bərabər omega r düsturuna görə mən görürəm ki, sürətlə radius arasında düz asılıq quracam. Onda deməli, əgər radius r olanda sürət V olubsa, radius 2r olanda sürət 2V olacaq da. Düzdür? Düz asılıq nə deməkdir ki? Amma istəsəz yaza da bilərik. VO bölək VB bərabərdir RO bölək RB.
Gətirib yerinə qoyanda burada VB-ni nə alıram uşaqlar? VB bərabərdir 2V alınır da. Düzdür? Deməli, B nöqtəsinin sürəti 2V-dir. Amma A nöqtəsi uşaqlar fikir verirsə, A nöqtəsinin yerdən məsafəsini çəkməyə çalışanda çəkə bilmirəm. Necə çəkim? Bu A nöqtəsi ilə yerin üzərindədir da. Yəni, VA bərabərdir omega R yazanda, omega var, 3-dən 5-dən omeganın yerinə qoyacam. Amma R-in yerinə heç nə qoya bilmirəm, 0 yazacam. Çünki məsafə yoxdur. Yerə nəzərən məsafə yoxdur. Onda A nöqtəsinin sürətini 0 deyəcəm. Onda deməli, A nöqtəsinin yerə nəzərən sürəti 0-dır. B nöqtəsində isə nədir uşaqlar? B nöqtəsində isə yerə nəzərən sürət 2V-dir. Vəssalam, baxın bu şəkildə. Qaranlıq bir şey varsa soruş. Aha, 21-də yenə uşaqlar, baxın, bircə dənə yolum var. 1 ilə 2-yə əvvəlcə birinci baxıram. 1 ilə 2 haqqında mən nə deyə bilərəm? 1 ilə 2 görürəm ki, diskdir. 1 və 2 diskdir. Məndən omega soruşur. Mən də bilirəm ki, diskdə onsuz da omegalar bərabərdir də. Onda heç burada nə hesablama aparmıram, nə bir şey yaparmıram. Yazıram omega 1 bərabərdir omega 2-yə. Bundan canımı qurtardım. İndi keçirəm 2 ilə 3-ə baxmağa. Mən görürəm ki, 2 ilə 3 qayışlı ötürmədir. Düzdür? 2 və 3 qayışdır. Axı qayışlı ötürmədə omega sabit deyil. V bərabər konstant yazıram. Onda elə bir düstur yazım ki, orada həm omega olsun, həm V olsun. Buradan da V sabit olanda mən görürəm ki, omega ilə radius vurulan kəmiyyətlərdir, yəni tərs asılıdır. Omega ilə radius tərs asılıdır. Onda burada mən görürəm ki, R3 deməli kiçikdir, R2-dirsə, onda omega 3 böyükdür omega 2 olacaq. Bildinizdə niyə? Radiusdan tərs asılı olduğuna görə. Vəssalam, bu 2 dənə kvadratın içindəkiləri birləşdirirsiniz. Bu da olur sizin məsələniz. Deməli, omega 3 böyükdür omega 2-dən. O da omega 2 də öz növbəsində omega 1-ə bərabərdir. Vəssalam. Bu da olur bizim cavabımız. C variantı olur da səhv eləmirəmsə. Bəli, olur cavabımız C variantı. 22-də deyir ki, uşaqlar, 2 disk bir-biri ilə qayışla əlaqələndirib. Qayış sözünü görən kimi o saat yapışdırıram ki, V bərabərdir konstant. Qəşəngcə. İndi deyir ki, radiusu 10 sm olan yazıram. R bərabərdir 0,1 metr. İkinci diskin tezliyi 2 saniyə verib. Yəni N2-yi, yəni ikincinin tezliyi bərabərdir 2 saniyə üstü -1. Düzdür? Deyir A nöqtəsinin B nöqtəsinə nəzərən sürətini hesabla. Mən birinci burada gəlin sürəti tapım. V bərabərdir, mən bilirəm ki, 2pi Rn-dir. Düzdür? O da bərabərdir 2 vuraq. Pi-ni bizə 3 verib, radiusu 0,1 verib, tezliyi də 2 verdi. Da düzdür. Buradan alıram 1,2 metr bölək saniyə. Bəzən uşaqlarda belə bir yanılğı olur. Nə deyirlər? Deməli, burada yazıq bərabərdir 1,2 metr bölək saniyə. İndi deyirlər ki, müəllimə, qayış olduğuna görə V sabitdir. Onda burada sürətimiz 1,2-də gedir, cavabı A götürür, səhv çıxır. Niyə? Çünki burada sənə demir ki, A nöqtəsinin sürəti nə qədərdir? B nöqtəsinin sürəti nə qədərdir? O soruşmur səndən. Səndən soruşur ki, A nöqtəsinin B nöqtəsinə nəzərən sürətini tap. Uşaqlar, baxın, nəzərən sürətdə nisbi sürətdə biz nə edirdik? Mütləq şəkildə axı istiqamət qurmalısan. Gəlin baxaq. Bu qayışın oxunu qoyub. Bax, qayışdan ox belə gəlir. Fikir verirsə B nöqtəsindən necə gedir? B nöqtəsinə sürətin bax belə aşağı alınır. Düzdür? Yəni burada B nöqtəsinin sürəti buradan belə toxunan istiqaməti aşağı olacaq və təbii ki, qiymətdə 1,2 olacaq. Bu heç. İndi buradan sonra qayış gəldi belə. Gəlir. A nöqtəsində bəs necə alınır sürətin istiqaməti? Buradan belə yuxarı alınır. Düzdür? Yenə nə olacaq uşaqlar? Yenə təbii ki, 1,2 olacaq. Orada mənim sözüm yoxdur. Qayışda onsuz da sürətlər bərabərdir. A-nınki də 1,2-dir, B-ninki də. Amma A-nın B-yə nəzərən deyəndə siz nisbi sürətdən danışırsınız. Onda deyirsən ki, müəllimə, A nöqtəsinin B nöqtəsinə nəzərən sürəti əks istiqamət olduqlarına görə nə edəcəm? Təbii ki, toplayacam. Əks istiqamət həmişə toplanır. Onda burada A-nın B-yə nəzərən sürəti 1,2 yox, 2,4 metr bölək saniyə olacaq. Yəni cavabımız B variantıdır burada.